Salam əziz həmkarlar. Bu gün biz öyrənirik planlaşdırma mövzusun. Nə mövzusun? Planlaşdırma. Deməli, planlaşdırmanın özünün iki növü var. İllik planlaşdırma, yəni perspektiv, bir də gündəlik planlaşdırma, yəni cari planlaşdırma. Bunlar planlaşdırmanın növləridir. Və biz illik planlaşdırma və gündəlik planlaşdırma edərkən geriyə planlamadan istifadə edirik. Geriyə planlama. Geriyə planlama özü bölünür 3 yerə. Təlim nəticəsi, qiymətləndirmə, bir də öyrənmə fəaliyyəti. Neçə yerə bölündü? 3 yerə. Təlim nəticəsi, qiymətləndirmə, bir də öyrənmə fəaliyyəti. Geriyə planlama nədir? Təlim prosesinə müasir bir yanaşmadır. Bu yanaşma həm illik, həm də gündəlik planlaşmaya aiddir. Geriyə planlamada əsas yanaşma ondan ibarətdir ki, təlim əvvəlcədən müəyyən edilmiş nəticələrə uyğun qurulur. Təlim nəticələrinin əvvəlcədən müəyyən edilməsi şagirdlərin ilin və ya dərsin sonunda hansı bilik və bacarığa sahib olacaqlarını müəyyən edir. Qiymətləndirmə, təlim nəticələrini çatma səviyyəsini müəyyənləşdirmək üçün istifadə olunur. Öyrənmə fəaliyyətləri, şagirdlərin bu nəticələrə çatmaq üçün hansı iş üsulundan, hansı iş formasından istifadə olunacağını müəyyən edir. Bunlar olur geriyə planlamaya aid olan təlim nəticələri, qiymətləndirmə və öyrənmə fəaliyyətinin tərifi. Təlim nəticələri özü məzmun xətti üzrə təlim nəticəsi, sinif üzrə təlim nəticəsi, dərs üzrə, bir də səviyyə üzrə 4 təlim nəticəmiz var. Dərs üzrə təlim nəticəsi gündəliyə aiddir. Bir ilin sonu da illik planlaşdırmaya aiddir. Bunları yadınızda saxlayın. İndi öyrənirik illik planlaşdırma. İllik planlaşdırma nədir? Bunun digər adı perspektiv planlaşdırmadır. Müəllimin bir akademik il ərzində tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən sənəddir. İllik planlaşdırma məktəb daxili və sinif daxili planlaşdırmanı əhatə edir. İllik planlaşdırmaya nələr aiddir? İllik planlaşdırmaya aiddir. Baxın, ümumilikcə tədris vahididir, yəni bölmədir. Daha sonra mövzudur, inteqrasiyadır, resurslardır, qiymətləndirmədir, saatdır, tarixdir. Bunlar illik planlaşdırmaya aiddir. Qiymətləndirmədə də diaqnostik qiymətləndirmə, bir də summativ qiymətləndirmə illik planlaşdırmanın içərisinə aiddir. Bəs gündəlik planlaşdırma nədir? Gündəlik planlaşdırma cari planlaşdırma, gündəlik dərs planı, müəllimin yaxşı dərs keçməsi, arzu olunan məqsədlərə çatması üçün bələdçi rolunu oynayır. Gündəlik planlaşdırmanın hansı məqamları var, nələr aiddir? Deyəcəksiniz ki, dərsin mərhələləri aiddir, iş üsulları, iş formaları aiddir, alt standart aiddir, qiymətləndirmə olaraq formativ qiymətləndirmə aiddir, bir də dərsin təlim nəticəsi aiddir. Bunlar da olur gündəlik planlaşdırmada. Yadınızda saxlayırsınız. Diaqnostik qiymətləndirmə ilə summativ qiymətləndirmə oldu illik planlaşdırma, formativ qiymətləndirmə oldu gündəlik planlaşdırma. Gəlin görək təlim nəticəsi nədir? Təlim nəticəsi alt standartdan necə çıxarılır? Ümumilikcə, alt standart təhsil alanın, təhsil verənlərin qarşısına qoyulmuş minimal dövlət tələbidir. Alt standart 2 hissədən ibarətdir. Bilik hissəsindən, bir də fəaliyyət hissəsindən. Bilik nədir? Müəllimin standartı reallaşdırmaq üçün hansı mövzulardan istifadə edəcəyini müəyyənləşdirir. Fəaliyyət nədir? Şagirdin əldə edəcəyi bilik və bacarıqlar üzrə hansı fəaliyyəti icra edəcəyinə yönəldilir. Yəni, bunlar bilik və fəaliyyət hissədən ibarət oldu. Təlim nəticələri əvvəlcədən müəyyənləşdirilir.
şagirdlər nəyi öyrənmə olduqlarını, hansı meyarlara əsasən qiymətləndirəcəyini aydın göstərir. Təlim nəticələri əvvəlcədən müəyyənləşdirir, bunu bilirsiniz. Şagirdlər nə öyrənəcəklər, hansı meyarlara əsasən qiymətlənəcək, bunları aydınlaşdırır. Və təlim nəticələri şagird yönümlü olmalıdır. Yəni, müəllim dərsin məqsədini müəyyən edərkən, mən nə keçəcəyəm yox, şagirdlər nə öyrənəcək yanaşmasında olmalıdır. Və biz təlim nəticəsini təyin edərkən, yəni təlim nəticəsi hazırlanarkən SMART metodundan istifadə olunur. SMART metodu nədir? S spesifik olmalıdır, yəni təlim nəticələri düzgün müəyyənləşdirilib, dəqiq və aydın formada ifadə olunmalıdır. Təlim nəticələri dərsin sonunadək hansı bilik və bacarığın əldə olunacağını göstərir. M, yəni təlim nəticələri ölçülə bilən olmalıdır. Yəni təlim nəticələri elə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik və bacarıq qiymətləndirilə bilsin. A, əldə oluna bilən, yəni qoyulmuş hədəfə çatmaq nə asan, nə çətin olsun. Məqsəd normadan bir qədər çətin, şagirdin çalışaraq əldə edə biləcəyi səviyyədə olmalıdır. R, real imkanlar nəzərə alınmalı, yeni təlim nəticələri, mövcud resursları, öyrənmə mühitini nəzərə alaraq realistik, ağla batan şəkildə çıxarılmalıdır. T, müəyyən vaxt müddətində nəzərə alınması, yəni təlim nəticələrinin hansı müddətdə əldə olunduğunu göstərən xüsusi bir vaxt təyin edilməlidir. Burada məqsədə çatmaq üçün lazım olan addımların atılmasına kifayət qədər vaxtın ayrılması vacibdir. Təlim nəticələri çıxarılarkən hansı səhvlər edirlər? Bir dərs üçün həddən artıq çox təlim nəticəsinin yazılması bu səhvdir. Maksimum 2 və 3 təlim nəticəsi olmalıdır. Təlim nəticəsinin şagirdlərə bildirilməməsi səhvdir. Təlim nəticəsi şagirdlərə bildirilib lövhədə yazılmalıdır. Təlim nəticələrinin çox mürəkkəb şəkildə yazılması səhvdir, sadə şəkildə olmalıdır. Təlim nəticəsinin müəllim mərkəzli olması səhvdir, şagird mərkəzli olmalıdır. Və feillərin stativ olması düzgün hesab edilmir. Yəni, stativ feillərə nələr aiddir? Bilir, bacarır, bax, bilirdi, bacarırdı, görürdü, öyrənirdi, tanıyırdı, toplayırdı, əzbərləyir, düşünür, öyrədir. Bunlar olmalı deyil. Düzgün təlim nəticələri yazarkən dinamik feillərdən istifadə etmək lazımdır. Dinamik feillərə Bloom taksonomiyasına aid feillərdir. Tətbiq edir, təhlil edir, dəyərləndirir, istifadə edir, interpretasiya edir, həll edir, müqayisə edir, sistemləşdirir. Bunlar aiddir. Gündəlik planlaşdırma 1. Dərsin təlim nəticəsi 2. Bələdçi 3. Yol xəritəsi 4. Nəyi necə keçəcəm 5. Ehtiyatlı 6. Özünə inam. Bax, gündəlik planlaşdırmanın müəllimə qazandırdığı üstünlüklər bunlardır. Müəllim dərsin təlim nəticəsini bilir, dərs üçün bələdçi rol oynayır, müəllim plana əsasən dərs keçir, yol xəritəsidir, nədən sonra nə gələcək bilir, nəyi necə keçəcəyini bilir, ehtiyatlı olur, artıq özünə inamı olur, həyəcanı azalır. Bunlar gündəlik planlaşdırmanın müəllimə qazandırdığı üstünlüklərdir. Bəs gündəlik planlaşdırmada müəllimin diqqət etməli məsələləri hansılardır? 1. Təlim məqsədinə diqqət etməlidir. 2. Formativ qiymətləndirməyə diqqət etməlidir. 3. Öyrənmə fəaliyyətinə, məsələn, hansı iş üsulu seçəcəm, hansı iş forması, tapşırıqları öncədən müəyyən etməlidir. 4. Diferensiallığı qorumalıdır. Şagird fərqliliyini nəzərə almalıdır. 5. Əlində resurs olmalıdır. 6. Bir B planı olmalıdır, ehtiyat plan. Yəni, müəllim məsələn, bugün dərsi slaydla keçməyə planlaşdırıb, gəldi, işıq keçdi. Bir əlavə B planı olmalıdır ki, artıq dərsin onunla keçsin. Deməli, gündəlik planlaşdırmada alt standartdır, mövzudur, məqsəddir,
formativ qiymətləndirmədir, öyrənmə fəaliyyətidir, iş üsulları, iş forması. Bir də resurslar nəzərə alınır. Bunlar gündəlik planlaşdırmaya aiddir. İllik planlaşdırmaya nələr aid oldu? Dedik, illik planlaşdırmaya tədris vahidi, yəni bölmə, daha sonra mövzudur, inteqrasiyadır, resursdur, qiymətləndirmə, summativ və diaqnostik qiymətləndirmə, saat və tarix. Hər iki planlaşdırmaya aid məqamlar hansılardır? Standart hər ikisində var. Mövzu hər ikisində var, inteqrasiya hər ikisində var, qiymətləndirmə hər ikisində var, bir də resurslar hər ikisində var. Bugünlük dərsimiz bu qədər.